Bismillahirrahmanirrahim. Və salatu və selamu ala seyyidina və nəbiyyina Muhammedin və alihi təyyibinə tahirin. Salam aleykum əziz izləyicilər, hər vaxtınız xeyirli olsun. Sizin əvəzinizdən ziyarət edirik proqramında hər birinizi xoş gördük. Həzrəti Məsumə Səlamullah Əleyhanın mübarək hərəmindəyik. Bu Həzrətin mübarək zərihinin kənarındayıq. İnşallah bugün də qismət olsa sizin əvəzinizdən ziyarət edəcəyik və ziyarətnamə oxuyacağıq. Ramazan ayının bu son günlərini yaşayırıq. Son fürsətlərini yaşayırıq. Son anlardır, son fürsətlərdir. İnşallah özümüzü bu rəhmət süfrəsinin kənarında hiss edək sona qədər. Və bu feyz ki, Allah tərəfindən bizə əta olunur. Bu rəhmət yağışı ki, bu ayda yağır, özümüzü bu rəhmət yağışına hazır edək. Allahın özündən istəyək. Tofiqi onun özündən istəyək ki, bu rəhmətdən məhrum olmayaq, bu feyizdən, bu axıb süzülən bu feyizdən məhrum olmayaq bu ayda inşallah. Qədr gecələri önümüzdədir. Yəni, bir qədr gecəsi qalıb artıq, iki qədr gecəsini ötüb keçmişik, bir qədr gecəsi fürsət olaraq qalır hələ də. İnşallah bu axşam qədr gecəsidir və mühüm fürsətdir. İnşallah bu fürsətdən düzgün dəyərlənərək Allahın izni ilə. Bu günlər Həzrəti Əli əleyhissalamın şəhadət günləridir. Bu ayın şəhidi Həzrəti Əli əleyhissalamın şəhid olma günüdür və ümmət dünən belə deyək, öz atasını itirdi. Ümmətin atası əldən getdi. Peyğəmbər sallallahu aleyhi və aleyhi və sələm buyurur ki, Əli, ənə və Əli əbəvə hazihil ümmə. Mən və Əli bu ümmətin iki atasıyıq. Ümmət dünən öz atasını əldən verdi. Ona görə də biz Həzrəti Əli əleyhissalamı yad etməklə birgə onun həyatında, onun yaşamında, onun həyat tərzində özümüz üçün nümunələr götürməliyik. Həzrət Əlinin fəzilətləri, məqamları sayılmaqla bitməz. Nə qədər saysaq bitməz. Günlər lazımdır, aylar lazımdır ki, Həzrət Əlinin fəzilətləri barəsində danışaq. Amma bizim üçün hansı dərsləri var? Həzrət Əlinin bizim üçün hansı dərsi var? Onun həyatında, onun yaşam tərzində bizim üçün nə dərsləri var? Diqqət eləsək görərək ki, Həzrət Əlinin həyatında, xüsusən də həyatının son dönəmlərində bizim üçün mühüm bir əxlaqi göstərişi var. O da özündən keçməkdir. Keçmək, səbr eləmək, öz haqqından keçmək. Həzrəti Əli əleyhissalam elə ki, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm bu dünyadan köçdü və ona bir nəsihət buyurdu Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm və vəsiyyət elədi. Dedi, Əli can, məndən sonra zülümlər gələcək sənin qapına. Sənə zülm olunacaq, ailənə zülm olunacaq, qızım Zəhra salamullah aleyhə zülm olunacaq. Haqqın qəsb olunacaq. Sən amma bunlara səbr elə. Keç bunlardan. Niyə keçsin? Keç bunlardan ona görə ki, ümmətin səlahı bundadır. Dinin səlahı bundadır. Dinin qorunması bundan asılıdır. Əyibi olmasa, din zail olacaq. Din aradan gedəcək. Həzrət Əli əleyhissalam Peyğəmbərdən sonra səbr elədi. O qılınc ki, kafirləri lərziyə salırdı. O, Həzrəti Əli ki, Heydər-i Kərrar idi. Onun adı düşmənlərin qəlbində xof yaradırdı. Düşmənlərin cəbhəsində bir lərzə yaradırdı. İndi o, Həzrəti Əli əleyhissalam Peyğəmbərin vəsiyyətinə görə, Peyğəmbərin tövsiyəsinə görə səbr eləməli idi. Susmalı idi, öz haqqından keçməli idi. Həzrət bir xütbəsində, Şiq-Şiqiyyə adında bir xütbəsində gözəl buyurur bu mətləb barəsində.
öz haqqından keçmək barəsində. Belə buyurur Həzrət. 3-cü xütbədədir, Nəhcül Bəlağanın 3-cü xütbəsindədir. Və əmmə vəllah ləqəd təqəmməsəhə filanun və innəhu ləya'ləmu ənnə məhəlli minhə məhəllul qutb minər-rəh yənhədur ənni əs-seyl və la yərqa iləyyət-teyr fəsədəltu dunəhə thəvbən və təvitu عنها كشحا تفقت أرتئي بين أن أسول بيد جزا أو أصبر على تحية عمياء يهرم فيها الكبير ويشيب فيها الصغير يكدح فيها مؤمن حتى يلقى ربه فرأيت أن الصبر على هاتا أهجى فصبرت وفي العين قذا وفي الحلق شجا أرى تراثي nəhbən. Həzrəti Əli əleyhissalam bu gözəl xutbəsində, şık-şıkıya adlanan xutbəsində belə bir şikayət edir. Ürəyinin dərdini elə bir sanki belə açır. Deyir ki, filan kəs mənim haqqımı qəsb elədi. Xilafət libasını öz əyninə geyindi. Amma bilirdi ki, mənimlə xilafət arasında əlaqə, mənimlə bu hökumət arasında əlaqə, o dəyirmanın mehvəri ilə dəyirman arasında olan əlaqəyə bənzəyir. Əgər o mehvər olmasa, dəyirman fırlana bilməz. Və heç bir quş, pərvaz edən quş mənim məqamıma yetişə bilməz. Bütün elmlər, elm bulaqları mənim ətəyimdən qaynaqlanır, cari olur. Amma mən nə elədim? Ətəyimi cəm elədim, gözümü yumdum. Bu libası çıxardım əynimdən. Düşünürdüm ki, nə eləyim? Tafiqtu, ərtəyi beynə ən usulə, ən əsulə biyədin cəzza. Əv əsbir alə taxiyyətin əmya. Buyurur ki, düşünürdüm ki, mən əli boş mübarizə edeyim, yoxsa səbr eləyim insanların bu zülmətinə, insanların bu batinlərinin zülmətinə, qaranlığa zülmə səbr edim, insanların bu cəhalət zülmünə mən səbr edim. Elə bir səbirdir ki, elə bir uzun çəkən səbir ki, qocaları əldən salacaq, cavanları qocaldacaq, möminləri qəm içinə salacaq, Rəbləri ilə görüşənə dək möminlər qəm içində olacaq. Belə bir ayrılıq. Amma Həzrət Əleyhisselam buyurur ki, mən nə elədim? Fəraitu ənəs səbrə ələ hata əhca. Amma gördüm ki, səbr eləmək, haqqımdan keçmək daha gözəldir, daha münasibdir. Fəsəbərtu və fil əyni qəzən və fil xəlqi şəcən ərə turası nəhbən. Amma mən səbr elədim. Necə bir səbr? Gözündə çöp olan, boğazında sümük olan şəxs kimi səbr elədim və haqqımın qəsb olunmasını görə-görə səbr elədim. Həzrət Əli əleyhissalamdan öyrənəcəyimiz dərs lazım olanda haqqından keçməkdir. Lazım olanda özündən keçməkdir. Bir vaxtlar Həzrət Əli əleyhissalam öz canından keçməyə hazır oldu. Və minən-nas mən yəşri ibtiğainə mərzatillah vallahu raufun bil ibad. Və minən-nas yəşri nəfsəhu ibtiğai mərzatillah vallahu raufun bil ibad. Allah-u Teala ayə nazil elədi ki, bəzi insanlar var, öz canını keçirlər, öz canı ilə müamilə edirlər. Allahın razılığını əldə eləmək üçün. Allahın baxın razılığını əldə eləmək üçün öz canını təqdim edir.
Allah da mehribandır belə şəxslərə. Həzrət Əli əleyhissalam Leylətül Məbiddə gəldi, Peyğəmbərin yerində yatdı. Ki, Peyğəmbərin, bu İslamın Peyğəmbərinin canını hifz eləsin. Amma ömrünün sonlarında da səbr eləməli idi. Ümmətin qorunması üçün, bu dinin qorunması üçün, bu dinin sobatı üçün. O da yenə Peyğəmbərin tövsiyəsi ilə. Biz bu dərsi öyrənməliyik Həzrət Əleyhisselamdan. Keçmək, haqqımızdan keçmək lazım olanda. Axı biz necə keçək, ya Əli? Axı biz özümüzdən keçək, bunun nə mənası var? Axı biz özümüz üçün yaşayırıq. Biz insanlar, uşaqlıqdan tərbiyəmiz bunun üzərində köklənib. Bizi belə tərbiyə eləyiblər. Məktəbdə deyiblər, yarış. Bura yarışma meydanıdır. Ən yaxşı qiyməti sən almalısan. Ən yaxşı universitetə sən girməlisən. Ən yaxşı balı sən toplamalısan. Ən yaxşı sənətə sən sahib olmalısan. Ən yaxşı pula sən sahib olmalısan. Ən yaxşı dövlətə, ən yaxşı malik, ən yaxşı mülk, ən yaxşı maşın, ən yaxşı övlad. Bunların hamısının üzərində biz yarışmışıq və yarışmağı bizə öyrədiblər. Bura bir müsabiqə meydanıdır. Bizə öyrədiblər ki, bu dünya bir amansızcasına müsabiqə meydanıdır. Əgər sən qazanmasan, dostun qazanacaq. Sən götürməsən, qonşun götürəcək. Sən əldə eləməsən, qardaşın əldə eləyəcək. Sən qabağa düşməlisən qardaşından. Bizə belə bir tərbiyə veriblər uşaq vaxtından. İndi biz özümüzdən keçək, axı bütün bunları özümüz üçün eləmişik biz. Bütün bunları öyrədiblər ki, özümüz qabağa düşək, hamıdan qabağa düşək. İndi, ya Əli, sən deyirsən özümüzdən keçək. Burada paradoks var. Bu paradoksu biz necə həll eləyək? Biz özümüzdən keçək ki, hara yetişək, ya Əli? Özümüzdən keçək ki, nə olsun? Axı bizə öyrətməyiblər özümüzdən keçməyi. Özümüzdən keçmək daha çox qəlbən özümüzdən keçməkdir. Dünyadan keçmək, malımızdan keçmək, canımızdan keçmək. Bu daha çox qəlbən keçməkdir. Baxın, belə bir cəmiyyətdə, belə bir toplamda bir şəhidin olması, bir şəhidin canını Allah yolunda, Allahın dini yolunda fəda eləməsi də çox möcüzəvi bir işdir. Bir cəmiyyət ki, orada yarış meydanıdır. Orada Darwinizm nəzəriyyəsinə görə yaşama uğrunda hər kəs mübarizə aparır. Bizə təlimlərdə bunu öyrədiblər. Deyirlər, yarış. Yaşama uğrunda mübarizə eləməlisən, yoxsa yaşaya bilməyəcəksən. Belə bir toplumdan necə bir insan çıxa bilər ki, öz canını fəda eləsin? Bu bir möcüzədir. Və bizdən həmişə bu möcüzəni istəməyiblər, əzizlər. Həmişə bu möcüzəyə ehtiyac yoxdur. Bizə demirlər bu dəqiqə öz canını fəda elə. Özümüzdən keçmək bu mənada deyil ki, canımızı fəda eləyək. Bu şəhadət qapısı həmişə açıq olmur. Bəzən qapını açırlar. O ayıq insanları aparırlar. Əllərindən tutub aparırlar. Uca məqamları, o şəhidləri. Həmişə olmur bu. Bu qapı həmişə açılmır. Ona görə bizdən qorxmayaq, həmişə canımızı istəmirlər, həmişə malımızı istəmirlər. Sadəcə deyirlər, keç, qəlbən keç bunlardan. Qəlbən özündən keçə bil. Qəlbən dünyadan keçə bil. Mutu qəblə ən təmutu. Ölün, ölüm sorağınıza gəlməmiş. Bu nə deməkdir? Ölün, ölüm sorağınıza gəlməmiş. Ölüm elə bir məsələdir ki, hər kəsin qapısına gələcək. Kullu nəfsin zaiqətul mevt. Hər bir nəfs ölümü dadacaq. Bu labüddür, hamımız bilirik. Aksiyomadır bu. Ona görə buyurur ki, elə isə ki, ölüm gələcək bir gün qapına. Yəni, sən bunu bilirsən ki, ölüm gələcək sənin qapına. Elə isə özün çıx, qəlbini çıxart bu dünyadan. Sənin bir yolçuluğun var Allaha doğru. İnna lillah və inna ileyhi raciun. Allaha doğru bir
Bizim yolçuluğumuz var. Bu yolçuluqda bəzən bu cisim də bizim üçün maneədir. Biz ölürük ki, həqiqətən daha da diri ola bilək. Daha çox yaşaya bilək. Əl-Ləmə Təbətəbai buyururdu ki, ey insanlar, xütbəsində, agah olun, əbədiyyət var ha qarşımızda. Bəzən deyirlər, günümüzdə deyirlər ki, dünya 5 günlük dünyadır. Bəli, dünya 5 günlük dünyadır. Amma qarşıda əbədiyyət var. Dünya 5 günlük dünyadır, bəli. Amma qarşıda əbədiyyət var. Qarşıda əbədi bir həyat var. Biz seçməliyik o əbədiyyəti. Cəhənnəmi seçməliyik, yoxsa cənnəti bizim əlimizdədir. Əbədiyyəti seçmək bizim əlimizdədir. Amma əbədiyyət labuddur. Odur ki, dünya 5 günlük dünyadır, gözəl yaşa. Haqlarından keçə bil bəzən lazım olanda. Qardaşınla yarışma, dostunla yarışma. Bəzən bu yarışdan əl götür. Niyə əl götürək? Axı, bizə nə verəcəklər? Bu yarışmadan biz əl götürək, bizə nə verəcəklər? Elə bir ki, bir müsabiqə atını, illərdir bu müsabiqəyə hazırlaşmış müsabiqə atını, o müsabiqənin ortasında, yarışın ortasında deyirsən ki, ey at, bu yarışmadan əl götür, qaçma, ötmə, özünü öt, özünü keç. Bu başa düşülən deyil. Necə yəni özümü keçim? Yəni, necə yəni özümü ötüm? Bəli, biz bütün varlığımızdan keçməliyik, vücudumuzdan keçməliyik, maddi həyatımızdan keçməliyik, bizi özünə bağlayan bütün hər şeylərdən keçməliyik, qəlbən əlbəttə, ki, özümüzə çata bilək. Bəli, zahirən bir paradoks var burada. Özümüzdən keçməliyik ki, həqiqi özümüzə yetişə bilək. وَمَا أَخَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونَ Allah-u Teala insanın hədəfin barəsində belə buyurur. Mən insanları və cinləri özümə bəndə olsunlar deyə yaratmışam. Bəndə olmaq üçün hansı amil lazımdır? Bəndə olmaq üçün özündən keçmək lazımdır. Özümüzdən keçməliyik. Qəlbən özümüzdən keçməliyik. Bu çətin olsa da, bütün bu yanlış tərbiyələr, yanlış təlimlər, o Darwinizmin yanlış təfəkkürü, humanizmin yanlış təfəkkürü ki, bizə təlqin ediblər, bizi bu tərbiyə ilə kökləyiblər. Amma biz buradan çıxmalıyıq. Həzrət Əleyhisselam necə ki, öz haqqından keçdi. 25 il Həzrət Əleyhisselam xanəneşin oldu. Öz haqqından keçdi ümmətə görə. Və nəhayət ümmət gəldi onun qapısına, məcbur oldular. Elə ki, xilafət yetişdi Həzrət Əleyhisselama, dedilər ki, ya Əli, indi ki, xilafət yetişib sənin əlvə, git haqqını tələb elə. Fədəy mülkünü geri al. İndi ki, haqq sənə çatıb da. Fədəy mülkünü də geri al. Həzrət Əleyhisselam dedi ki, elə ki, Peyğəmbər Məkkəni fəth elədi, daxil oldu Məkkəyə, ordu ilə, izzətlə daxil oldular Məkkəyə. Müşriklər zillət eləmək istəyirdilər, zəlil eləmək istəyirdilər müsəlmanları, Peyğəmbəri. Amma Peyğəmbər izzətlə, Allahın lütfi ilə varid oldu Məkkəyə. Dedilər ki, ya Rəsulallah, öz evə qayıtmayacaqsan. Peyğəmbər buyurdu ki, axı mənim evimi satıblar. Müşriklərdən Əqil adında bir şəxs Peyğəmbərin mülkünü, varını, dövlətini, evini satmışdı. Yəni, mənimsəmişdi, müsadirə eləmişdi, satmışdı. Dedilər ki, tələb elə haqqını. Ya Rəsulallah, git al haqqını. Peyğəmbər dedi ki, biz elə bir ailəyik ki, bizdən zülmlə alınan haqqın dalınca düşmürük biz. İmam Sadiq Əleyhisselamdan soruşdular ki, ağacan, niyə Həzrəti Əmir əl-Müminin öz haqqını almadı? Niyə fədəyi almadı? İmam buyurdu ki, axı Həzrəti Əli xilafətə yetişəndə nə məzlum var idi, nə zalim var idi. Zalim də bu dünyadan köçmüşdü, məzlum da bu dünyadan köçmüşdü. Zalim öz cəzasına çatmışdı artıq və məzlum da öz haqqına yetişmişdi. Odur ki, keçə biləyik.
Mən təvazə lillah rəfəəhullah. Hər kəs keçə bilsə, özünü kiçiltsə bu qapıda ucalacaq. Hər kəs keçə bilsə. Mən təkəbbərə vədəəhullah. Hər kəs təkəbbürü ilə istəsə, hər kəs özünü görmək istəsə, hər kəs düşünsə ki, mənim olmalıdır hər şey. Mənim üçündür. Bu aləm mənim üçün yaranıb. Bəzən belə düşünürük ki, bu aləm, bütün bu kainat bizim üçün yaranıb sanki. Hər kəs belə düşünsə, vədəəhullah, Allah onu məqamını salar aşağı. Ona görə bəzən bu cismimiz də bizə mane olur bu yolda. Dedik, Allaha doğru bir yolçuluğumuz var bizim. Bəzən bu yolçuluqda bu cisim manədir. Cismi qoyuruq torpağa da çıxıb gedirik, əzizlər. Bu cisim bizə ağırlıq eləyir. Niyə biz sonraki həyatımızda bu cismə ehtiyacımız yoxdur? Ona görə ki, bu cisim, bu maddi cisim bizi saxlaya bilər bu hədəfdən. Bizim üçün bir ağırlıqdır, bizim üçün bir yükdür. Bu yükü qoyuruq kənara, gedirik Allaha doğru. Yüklərimizi azaldaq, yüklərimizi az edək. Bu Ramazanda istəklərimiz, bu Qədr gecəsində istəklərimiz bu olsun ki, İlahi, bizim yüklərimizi azalt. Bizim yüklərimizi azalt sənə doğru bu səfərdə. Özümüzdən keçmək nemətini bizə nəsib elə. Necə ki, şəhidlərə nəsib elədin. Necə ki, fədakarlara, canını fəda edən insanlara bunu nəsib elədin. Necə ki, İmam Hüseyin əleyhissalama nəsib elədin. Onun səhabələrini nəsib elədin. Bizə də fədakarlıq nəsib elə. Bizə də haqqımızdan keçməyi nəsib elə. Allahümmə salli ala Muhammedin və ali Muhammedin və əccil fərəcəhəm. Allahdan istəyimiz budur ki, bu ziyarətnaməni, bu ziyarəti, bu duaları bizdən ali dərəcədə qəbul eləsin. Həzrəti Məsumə Salamullah Əleyhanın duasını bizim halımıza şamil eləsin. Qədr gecəsi var bu gecə. İnşallah 1000 aydan xeyirlidir buyurublar. Bu aydan, bu gündən, bu gecədən düzgün dəyərlənmək inşallah. Həzrəti Məsumə Salamullah Əleyhanın duası ilə, Həzrəti Əli əleyhissalamın duası ilə bu gecə inşallah. Qədr gecəsində həqiqi həyatı tapa bilək. Həqiqətən özümüzdən, canımızdan, malımızdan Allah yolunda keçə bilək və bu ruhiyyəyə malik olaq və hədiyyə edək bu ziyarətnaməni həmçinin dünyadan keçənlərimizə, şəhidlərimizə, onların ruhları şad olsun. Həzrəti Məsumə Salamullah Əleyhə bu gecə qonaq olsunlar bin nəbiyyi və aleyh və bil Fatihə məəs-salavat.